Özünüzü təqdim edin zəhmət olmasa. Mən Şirinova Hədiyyə Məlik Məmməd qızı. Yaşayıram Bakı şəhəri Suraxan rayonunda. Mənim Gələndə nə şikayətləriniz var idi? kəskin miqrendən şikayətli idim əsas. Nə idi o kəskin? Baş ağrılarım var idi, gözümdəki ağrılar, qulağımdakı səslər, ağrılar. Yəni özüm yaxşı hiss etmirdim. Elə evdə oturub söhbət edirdik. Qardaşımın yoldaşı da bu xəstəxanada Seyfəddin klinikasında müalicə olub uzun müddətdir. Vüsalə xanım. Yox, doktor Seyfəddin. Doktor Seyfəddin klinikasında müalicə alıb Vüsalə xanım, qardaşımın yoldaşı. O mənə məsləhət gördü ki, bəlkə sən də bir gedəsən, müraciət eləyəsən doktor Seyfəddinə. Mən də şükür. Sən də bir müddət gözlədin, küstün, bir müddət gözlədin, əziyyət çəkdin, içəyib. Bəli. Sonra qərar verdin, gəldin. Yəni çox şükür ki, gəldim. Elə gəldiyim üçün də çox şükür eləyirəm. Baş ağrısından başqa nə şikayət? Baş ağrısından başqa sümük ağrılarım vardı mənim, oynaqlarımın ağrıları. Çox yatırdım, yatmadan çox şikayətliydim. Yuxulluq, bəli, əsəb gərginliyi. Buraya gələndən sonra Allaha şükür ki, nə müalicələr aldınız? Bitkilərlə müalicələr almışam. Propolisdir, bitkilərdir, çiçək otudur, mumyandır, arı südüdür və bir neçə başqa bitki növləri var ki, onlardan istifadə etdim. Arı zəhəri yadından çıxdı. Bəli, arı zəhəri. Demək, arı ilə müalicə, zəli ilə müalicə olunmaq çox effektlidir. Çox şükür, gəldiyim üçün peşman deyiləm. Arı, zəli, məlhəmlər, məcunlar sizi sağaldı. Bəli. İndi necədir vəziyyət? Hədiyyə xanım. İndi o başımdakı kəskin ağrım ki var, ondan şikayətçi deyiləm. Yəni heç şikayətçi deyiləm kəskin şəkildə. Aydındır. Özümdə dirçəlmə hiss eləyirəm, gözlərimdə, baxışımda. Sümük ağrılarım Sümük ağrılarım var, hələ yoxdur deyə bilmərəm, amma yəni bəli, köməklik çoxdur. Əsəblər necədir? Elə yox dərəcəsində. Əsəblər sakitləşib, şükür, yaxşıyam. Can sağlığı diləyirəm. Çox sağ olun, doktor. Mən də sizə təşəkkür edirəm. Siz bizim çox səviyyəli, çox aristokrat xanım pasiyentimizsiniz. Çox sağ olun. Və arzu edirəm ki, bütün xəstələrimiz də siz kimi şəfa tapsınlar. Biz də sizə təşəkkür edirik. Yaxşı ki, varsınız. Var olun. Yaxşı ki, sizi tanımışıq. Təşəkkür edirəm. Sağ olun.